Azərbaycan Prezidenti İlham Əliyevdən Avropaya sərt mesaj 30 aprel tarixli və Günəş xəbər nefrində bir məlumatı diqqətinizə çatdırırıq. Belə ki, Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçilər və onların məşqləri ilə görüşünü beynəlxalq yarışlarda idmançılarımıza qarşı ədalətsizliklərdən danışıb. Dövlət başçısı deyir, maraqlıdır, bir qayda olaraq Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur. Yəqin ki, Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə və təkcə iştirakına deyil, həm də Avropa ölkələrinə qalib gəlməsinə sevinmir. Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Müsavat.com açıqlamasında idmanla bağlı siyasətin kəsişdiyi həssas bir mövzuya toxunur. Bu açıqlama şübhəsiz ki, ciddi faktlara əsaslanaraq deyilmiş bir fikirdir və Avropada idmanın siyasiləşdiyini təsdiqləyir. İdman yarışlarında hakim səhvləri, subyektiv qərarlar və ya selektiv yanaşmalar tez-tez olur və xüsusilə güləş, judo və boks kimi subyektiv qiymətləndirmə elementləri olan idman növlərində bu hallar daha çox müzakirə olunur. Onun sözlərinə görə Azərbaycan son illərdə Avropa səviyyəsinə güclü idman dövləti kimi çıxış edir və bəzi yarışlarda qərarların sistemli şəkildə mübahisə doğurması müşahidə olunur da, bu da cənab Prezident İlham Əliyevin dediklərinin təsdiqidir. Azərbaycanın siyasi iqtisadi mövqelərinin güclənməsi həzm edə bilməyən Avropadakı siyasi dairələr ölkəmizin idmanda da uğurlarını idman ölkəsi kimi tanınmasını istəmirlər. Ona görə də bu cür hallarda Avropa miqyaslı yarışlarda qərarlara təsir etmək üçün imkanlarından istifadə edirlər. Beynəlxalq federasiyalar və hakim korpusu da bəzən siyasi və ya regional təsirlərdən tam azad olmur. Yəni, əgər müəyyən bu qərarlar obyektivliyə də kölgə sala bilər. Yəni, eyni ölkəyə qarşı qərarlar vaxtaşırı mübahisə doğurursa, bu hallar sistemli xarakter almış olursa, onda artıq məsələ təkcə idman çərçivəsindən çıxaraq daha geniş siyasi bir müstəviyə keçmiş olur.